Bizim Almaniyaya gəlməyimizin bir neçə yolu var. Burada etdiyim yanlış, səhv mənim məqsədimi unutmağım oldu. Sırf buna uyğun qaldınız, ac yalavac. Yəni işinizi get-gedə özünüz çətinləşdirirsiniz. Məqsədiniz Almaniyaya gəlmək olmalı deyil. Məqsədiniz gələcəyinizi yaxşı qurmaq olmalıdır. Belə düşünək ki, turist vizası daha ucuzdur və şeydir, daha asandır. Bir gələcəm Almaniyaya, sən mənə qara iş tap. Nə zaman məsləhət görürəm ki, 19C işçi vizası, nə zaman məsləhət görürəm ki, mövsümi işçi vizası ilə gələsini. Əgər ki, siz professional bir bacarığa sahibsinizsə, hər hansısa bir iş sahəsinə aid olaraq və iş yeri tapa bilməmisinizsə, iş yerindən dəvət ala bilmirsinizsə, heç bir iş yeri yoxdur, tapmamısınız. Bununla siz şans kartına müraciət edə bilərsiniz. Bu haqda danışacağım inşallah.